İlk dəfədir ki, Gözəl bəy, siz bugün biz çempionumuzu burada qeyd edirik. İnanın ki, bir o qədər də asan deyil mənim üçün. Çünki belə bir rəhbərin komandadan getməsi, vəcəhətdən getməsi bizim üçün heç də asan deyil. Biz bu klubun qurucusunu itirdik. Biz bu klubu sevən bir insanı itirdik. Və ümumiyyətcə həmişə mən dəfələrlə bilmişəm ki, bu insanın qədrini mən həmişə onun sonuna bildirəcəm. Niyə? Çünki hər bir insana dəyər vermək, belə deyək, hər kişinin işi deyil. Yəni, ümumiyyətcə gərək, bəzən mən də yanıla bilərəm, bəzən mən də səhv edə bilərəm, amma bir işgüzar bir insana dəyər vermək, dediyim kimi, hər bir oğlunun işi deyil və bu insan həmişə bu klubun arxasında olub və mənim arxamda olub, mənim yanımda olub və həmişə mənə sərbəstlik verib və belə ümumiyyətcə Tahir bəy Gözəl bəy haqqında biraz məlumat verdi. Məncə əlavə şey ehtiyac yoxdur. Sadəcə mən öz fikirlərimi bildirmək istəyirəm. Dediyim kimi, Allah rəhmət eləsin və ömrümün sonuna kimi mən onu yaddan çıxarmayacağım və inanın ki, mənim ona olan hörmətim hədsiz idi. Yəni, o qədər idi, yəni heç onu belə sözlə ifadə edə bilmərəm.